Sosial şəbəkədə bir paylaşım və hüquqi məsuliyyət. Bəli, internetdə yazdıqlarınız və paylaşdıqlarınıza görə qanun qarşısında məsuliyyət yaranır. İnzibati Xətalar Məcəlləsinə əsasən, qanun tələbinə əsasən yayılması qadağan edilən informasiyanı internetdə yerləşdirən və ya silməyən şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər. Bəs hansı məlumatlar qadağandır? Hansı paylaşımlar sizi cərimə və ya inzibati həbslə üz-üzə qoya bilər? İnformasiya paylaşmaq artıq çox asandır. Lakin hər bir paylaşım müəyyən hüquqi məsuliyyət də yaradır. Bu baxımdan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi xüsusi əhəmiyyət daşıyır. Bu maddə internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların yerləşdirilməsi və ya həmin məlumatların vaxtında silinməməsi ilə bağlı məsuliyyəti müəyyən edir. Yayılması qadağan olan informasiyaları nəzərə yetirək. Terrorçuluğun maliyyələşdirilməsi və təbliği haqqında məlumatlar, dövlət sirrini təşkil edən məlumatların yayılması, zorakılığın və dini ekstremizmin yayılması haqqında, təbliği haqqında məlumatlar, odlu silahın hazırlanması, onun üsulları, qaydası haqqında məlumatlar, narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, istifadə olunması, qanunsuz əldə edilməsi, hazırlanması üsulları haqqında məlumatlar, pornoqrafiya, uşaq pornoqrafiyası haqqında məlumatlar, kütləvi halda nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər və ifadələr, jestlər, bundan başqa bədən hissələrini milli mənəvi dəyərlərə, əxlaqa zidd olaraq nümayiş etdirilməsi. Maddəyə görə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər üçün müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulur. Bu, internet mühitində informasiya təhlükəsizliyinin qorunmasına və qanunsuz məzmunun yayılmasının qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1 maddəsinə əsasən fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilir. İşin hallarına görə xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ay müddətinədək həbs tətbiq edilə bilər. Bəs yayılması qadağan olunmayan informasiyalar hansılardır? Gündəlik xəbərlər və ictimai məlumatlar, təhsil və maarifləndirici məlumatlar, şəxsi fikirlər və rəy bildirmək, əyləncə və mədəni məzmun, reklam və məlumat xarakterli elanlar, rəsmi məlumatlar və açıqlamalar nəzərdə tutulur.